Salam değerli izleyicilerim, her birinizi yeniden hoş gördük. Bildiğiniz gibi bugün 24'ü 5. ay 2026. il buraxılış qəbul imtahanı keçirildi. 2. ve 3. grupların. Az önce Azərbaycan dili suallarını kanalda paylaştım. İndi isə ədəbiyyat suallarını, düzgün cevaplarını sizinle bölüşeceğim. Gəlin vaxt itirmədən keçid edək suallara. Birincidə deməli 61'də deyir, İsmail Şıxlının Dəlil Kür əsərindəki obrazlarla bağlı doğru fikirləri müəyyən edin. 61'də D olmuş olacaq. 2 ve 5. Pristav yerli halinin milli mənafeyinə qarşı çarizmin təcavüzkar siyasətini yeridir. Və 5-ci isə Allah yar düşməninin namərd üsullarla intiqam almağa çalışır. 2-5 D variantı. 62'də Bəxtiyar Vahabzadənin Vətəndaş şeiri ilə bağlı yanlışı istəyir bizdən. Doğru cavabımız Y olmuş olacaq. Azadlıq uğrunda çar düşmən insanların vətən torpağında yaşamağa haqqı yoxdur ifadəsi yanlışdır. 63'də hansı fikirlər Hemingway'in Qoca və Dəniz əsərindəki qoca balıqçıya aid deyil? 63'də doğrumuz A olacaq. Balıq ovunda uğur qazana bilmədiyi üçün bəzi balıqçıların qınaq hədəfinə çevrilir. Ətrafında ona inanan balıqçıların olması qocaya mənəvi güc və yaşamaq həvəsi verir. Yanlışdır. Və 5-ci qayğının zədələnməsindən sarsılır. Xeyr, bunlar yanlış olacaq. 64'də Rəsul Rza əsərlərindən bağlı uyğunluğu istəyir. D olmuş olacaq burada. Deməli 1, 3 və 4-cü. Sonra 65'də Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib. Hər il bu Aldanmış Kəvakibdən sual var. Yusif Sərracla bağlı və Şah Abbasla bağlı bizdən nə istəyir? Deməli doğrunu istəyirdi. Burada isə doğru cavabımız C olmuş olacaq. 1, 2, 5, 6. Çox da ətraflı izaha yenə dediyim kimi yer verməyəcəm. Cavabları yoxlayın. Suallarınız olarsa yorumlarda yazarsa cavablayacağım. Sonra Səməd Vurğunun Vaqif piyesindəki şeyx obrazı ilə bağlı yanlış fikir istəyir. Doğrumuz B olacaq burada, yəni yanlışımız B. Sonra 67'də nə istəyir bizdən? Məhəmməd Füzulinin Leyli Məcnun əsəri ilə bağlı cədvəldəki hansı rəqəmin yeri dəyişdirirsə uyğunluq gözlənilmiş olar. Burada isə doğru yanlış 3 ilə 6'nın yeri dəyişdirilsə uyğunluq gözlənilmiş olacaq. 68'də nümunədə işlənmiş bədii təsvir və ifadə. Bax, hər ikisini soruşur. Həm təsviri, həm də ifadəni. Sonra burada deməli epitet, inversiya, metafor, bədii sual, Y variant olacaq. 69'da isə Həmzənin qıratı qaçırması. Yaxınlaşdıraq biraz. Qoluna aid uyğunsuzluğu istəyir bizdən. Burada isə uyğunsuz cavabımız C olacaq. 70'də nöqtələrin yerinə yazıla biləcək fikri müəyyən edin. Molla Pənah Vaqifin Hayfçı yoxdur qoşmasında kənd və obaların vəziyyəti ilə bağlı təəssüf istifadə olunur. Əlbəttə doğru B-dir. 71'də İskəndərnamə əsərindəki obrazlarla bağlı uyğunluğu Niqumaş və Ərəstu. Doğrumuz B olacaq. Deməli Niqumaş, baxın, İskəndərə var dövlətə çox alidə olmamağı tövsiyə edir. Bir də İskəndərdən onun haqqına və sözünə hörmət göstərməsini xahiş edir. Ərəstu isə İskəndər üçün ilk nəsihətnaməni yazır və İskəndərə Misirlilərlə kömək etməklə ad qazanacağını bildirir. 72'də Sabirin Əkinçi əsəri ilə bağlı doğru fikirlər müəyyən edin. Baxın, sizə demişdim elə, Sabirin Əkinçi əsəridir, ümumiyyətlə Sabirin şeirləridir, Qasım Bəy Zakirdir, Səməd Vurğundur. Bunlardan hər il yəni sual var. 72'də burada doğrumuz B olacaq. Əkinçi ilə bağlı doğru. Deməli, həmin dövrdə zəhmət adamlarının güzəranı haqqında ümumi təsəvvür yaranır. Mülkədarın kəndli ilə özünü müqayisə etməsi təbii ki, və 4-5 bəzi təbiət hadisələri dözülməz dolanışığı olan əkinçinin vəziyyətini daha da ağırlaşdırır. Əkinçinin məzlumluğu ilə mülkədarın azğınlığı ziddiyyət təşkil edir. Doğru. 1, 2, 4, 5 olacaq. Sonra 73'də doğru cavabımız nədir? Baxaq bizdən iblislə bağlı uyğun fikri. Yenə doğrudan doğru, yanlışdan yanlış. Y variantı olacaq burada.
1, 2 ve 6. Arif yeryüzündeki zulümləri görməmək üçün Allah'tan onu göylere kaldırmasını istəyir. Sonra 2'də İxtiyar Şeyx Arifə qəlbindəki nifrəti və qəzəbi boğmasına özünü məhv edəcəyini boğmasa özünü məhv edəcəyini bildirir və yanlış isə İxtiyar Şeyx Xavərin qatilindən intiqam almaq üçün İbn Yəmindən kömək istəyir, yanlışdır. Əbdülrəhim Bəhbildiyevin bomba əsərinlə bağlı yanlışı istəyir bizdən, yanlışdır olacaq burada. 1-dən 5 başqa millətdən olan vəzifə sahibləri ilə Azərbaycan mülkədarı qarşılaşdırılır. 5-də isə Kərbəlayi Zal xalqına xidmət etmək üçün vəzifədə qalmaq istəyir. Xeyr, o xalqına xidmət deyildi orada. Yanlış olacaq deməli. Sonra 75-də ağıllı uşaq nağılı ilə bağlı doğru fikir istəyir bizdən. 75-də C olacaq. Əhməd xanın verdiyi suallara cavab tapmaq, böyüklərdən məsləhət almaq lazım bilir. Sonra Əhmədin nənəsi ağıllı qocalardan birinin şikəst olduğu üçün xanın adamlar tərəfindən aparılmadığını deyir. Bəli, uşaq orada qoca qarı deyirdi, nənə deyirdi. Xan sualları cavablandırmaq üçün gələn Əhmədi görəndə əvvəlcə qəzəblənib onu cəzalandırmaq istəyir, lakin gətirdiyi keçini görəndən sonra onu bu fikrindən əl çəkir. 76'da Cəfər Cabbarın Nöqtə ilə oğlu əsərinə aid cümlədə nöqtələrin yerinə yazıla bilməz. Yazıla bilməz. Deməli, burada Y variantı olacaq. Şəkinski teatrın direktoru vəzifəsindən keçmişdi. Yanlışdır burada. Şəkinski. Səməd bəy mədəniyyət sahəsində məsul işdə çalışmağa başlamışdır. Sonra 5'də isə Oqtaya pul göndərmək üçün onun evini satmışdı. Yanlışdır. Yəni baxın, bu hissəyə yazıla bilməz. Hansı ki Oqtayın sürgün və həbsdə olduğu müddətdə. Qəzetlərdə Oqtayın aktyorluğunu yüksək qiymətləndirən yazılar. Xeyr, haradaydı? Heç bilmirlər ki o haradadır, sürgündədir mi, harada. Buna görə Y olacaq. Qasım bəy Zakir, Molla Pənah Vaqif hər zaman bu ikili müqayisəli şəkildə verilir. Ortaq xüsusiyyətlər yaradıcılıqla bağlı salıb bu dəfə. Yaradıcılığının ortaq xüsusiyyəti haqqında deyilən fikirlərdən biri yanlışdır. Yanlışımız B olacaq. Epik növ. Epik növdə əsərlər aid deyil. İlyas Əfəndiyevin Xuşban Natavan əsərindən verilmiş hadisələrlə bağlı hansı rəqəmlərin yeri dəyişdirilsə ardıcıllıq bərpa olunar. Burada deməli 3-dən 4'ün yeri dəyişəndə ardıcıllıq bərpa olmuş olacaq. C variantı. Kitab-ı Dədə Qorqud Dədə Qorqudakı obrazlarla bağlı uyğunluğu istəyir bizdən. Burada da A olacaq doğru cavabımız. Deməli, Basata adının Dədə Qorqud tərəfindən qoyulması təsvir edilir. Atasının göz yaşları onun fikrindən döndərə bilmir. Uruzda isə valideynlərinin birgə səyi nəticəsində düşmən əsarətindən qurtulur və qeyri-bərabər döyüşdə düşmənə əsir düşür. Elə onun əsir düşməyinə aid də qol ayrıcadır. 80'da Sabir Əhmədlinin dərs əsərindəki Gülzar müəllimə obrazı haqqında yanlış fikri müəyyən edin. D olacaq. Şagirdlər qarşısında şəhidlərin qanlı yerdə qalmayacağı haqqında inamlı çıxış edir. Yanlışdır. Və əsər onun gələcək haqqında xəyalındakı düşüncələrinin əks olunması ilə bitir. Yanlışdır. D-dir. 81 Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin faciəsində yer alan əsas məsələlərə aid deyil. Soy kökündən uzaqlaşmanın acı nəticələri. Burada soy kökdən uzaqlaşma Cəlil Məmmədquluzadənin Anamın kitabındaydı. Burada olmayacaq, yəni əsas yer alan əsas məsələ bu deyildi. Və bir də 5 aşağı təbəqənin nümayəndələrinə qarşı alçaldıcı münasibət. Deməli olacaq D variantı 3-dən 5. 82'də nədir? Açıq kitab əsərinə cədvəldəki yanlış səbəb nəticə ilə bağlı yanlış istəyir bizdən. Deməli baxın, Vəzirbəyli Vahidin layihəsinin 1-ci mükafata layiq görüləcəyini düşünür. Nəticədə açıq kitab layihəsinin 2-ci mükafata layiq görülməsi onu təəccübləndirir. Yanlışdır. Və Gəldiyev etdiyi oğurluğun üstünün açılmasından ehtiyat edir. Sürətini çıxardığı layihənin Vahidə məxsus nüsxəsini məhv edir. Yanlış. 3-4.
83-də verilmiş əsərlər üçün ortaq cəhəti: Peyğəmbər, Tənha İd ağacı və Fəryad. 83, daha doğrusu 83. Burada deməli, dini əfsanəvi şəxsiyyət obrazı yox. Sujet xəttinə malik əsər, bəli, 2. Təhkir əsasında yazılmışdı, xeyr. Tarixi mövzuda ortaq olmayacaq. Bir də 5 dramatik nüvayət əsərdir 83-də. 2-5, hə, tarixi mövzu, bir də 4-də olacaq burada. Tarixi mövzuda qələm alınmışdı. Tənha İd ağacı, Fəryad, bir də Peyğəmbər. 4-ü də əlavə edək bura. 83-də 2, 4, 5. Növbətiyə keçid edək. Də Əhməd Cavadın Səsli Qız poemasına aid hadisələrin səbəb-nəticə münasibəti ilə bağlı uyğunsuzluğu istəyir bizdən. Gəlin baxaq. Qalib hökmdar məğlub şahın canının amanda olduğu barədə buyruq verir. Məğlub şah nəticədə deməli, məğlub şah xalqını qalib hökmdara tabe olmağa çağırır, yanlışdır. Sonra işğalçı şahı zəhərləyib öldürür. Nəticədə xalqın işğalçılara qarşı intiqam hissi alovlanır. Bu doğrudur. Varlı təbəqə və ruhanilər qalib şahı alqışlayır, ona yaltaqlanırlar. Qalib şah varlı təbəqəyə aid ruhanilərə hədiyyələr, yanlışdır. 3-ü götürəsiz, 1, 3. Düşmən şahın gəlişini az insan qarşılayır. Düşmən şah qəzəblənir. Xeyr, onun qarşılanmasına görə nəsə bir qəzəb etmir. Sonra 5-də nədir? Qalib şahın vəziri hökmdarının könlünü xoş etmək istəyir. O sarayda öz təşəbbüsü təmtəraqlı ziyafət, yanlışdır. Saranın ölkəsi işğalçıların istilasına məruz qalır. Cənnət kimi ölkə məzarlığa dönür. 1, 3, 4, 5 olmuş olacaq. Deməli 1, 3, 4, 5. 86-da Seyid Əzim Şirvaninin Cüşqıl müxəmməsinə bağlı yanlış. Şairin fikrincə insan nəğmə ilə dünya qəminə hasar çəkə bilər, yox. İsa Peyğəmbərin musiqi haqqında tövsiyələrinə əməl etməlidir. Musiqiyə diqqətlə qulaq assa gizli sirlərə bələd olar. Deməli, yanlış 2-dir. Hələ ki. Musiqiyə diqqətlə qulaq assa gizli sirlərə bələd olar. Bəli, bu var. Bu da var. Sonra 3, 4-də nə deyir? Musiqi vasitəsilə müəyyən xəstəliklərə əlac edə bilər. Orada yox, xəstəlikdən nəsə söhbət getmir də. Musiqini haram sayan yalançı, zahidlərin boş sözlərinə uymamalı, bu var idi. Musiqi alətlərindəki səsin hikmətindən agah olmalıdır. 2, 4 olacaq burada, yanlış. Gələcək gün əsərindəki hadisələrin ardıcıllığına əsasən uyğunluğu müəyyən edin. Burada da 1-ə A, 2-yə Y olmuş olacaq. Belə, izah bu qədər. Tam da gördünüz də, yəni mən izah vermədim, doğru cavabları əslində qeyd etdim. Yəni deyirəm, suallarınız olarsa qeyd edərsiniz, cavablayaram. Yəni bu cür videoların tez-tez gəlməsini istəyirsinizsə kanala abunə olmağı və videoları bəyənib paylaşmağı unutmayın. Hər birinizi uğurlar arzulayıram.